Azerbaycan Radyosu'nun Kızıl Fondu. Halk yaradıcılığı. Bulaq. Hər vaxtınız xeyir, sevimli dinləyicilərimiz, istəklilərimiz, adlı sanlı babalarımız, nənələrimiz. Hər vaxtınız xeyir, xoş gördük sizi yazın bu yaz axşamı. İndi de görək qardaş, de görək küllü çərşənbədən necə çıxdı? De görək deyiklin su gətirib gəldi mi yuxuna? Payızın qanadı düşəndən gözləyirdin. Deyirdin qoy küllü çərşənbə gəlsin, saqqızın oğurlayaram, görərəm niyə hə demir. Gül küllü çərşənbəyə açıldı istəklilərim. Ərənlər geyindilər, kecindilər, sallama kəməri qurşadılar. Bellərin üzüklədilər, dəstələndilər. Başladılar gözləməyə. Ürəyədəki hay gərək. Döz deyilən dözsün. Aşırsın dağları bu yandan o yana. Belə yerdəsə dözməz fağır. Qaş qaralanacan atlanar, oya quşa dönər. Sığmaz gen dünya. Nə başınız ağrıdım? Qaş qaraldı, ərən igidlər bir yerə yığıldılar. Göyçəklərim göyçəkləndilər. Yallı zəncirləndi genə. İgidlər sarındılar yallıya, bəri-bəridən qonçalıya. Baş çəkən qamçısını şaqqıldatdı. Bu da o deməkdir ki, yallını lal keçirməyin. Atıl matıl çərşənbə, atdan atıl çərşənbə. Yar tuşuma gəlməsə, otda çatıl çərşənbə. Elə beləcə bayatılar da yallının cətəyindən tutub sıralandı. Orada burada pardaqlanıb açıldı. Çərşənbə ay üstündən. Oy etdim oy üstündən. Yara nişan göndərdim. Ox ötdü yay üstündən. Küllü çərşənbə axşamı deyərlər, qayalar qızıl istədir. Bunu da niyə belə deyirlər? Hə, o axşam qızılla daşın deyərlər, ayrı seçkiliyi olmaz. Deyirlər, həmən axşam atları hallanıb minib çapırlar. Səhər açılar açılmaz, gəlib görərsən ki, köhlənlərin yalmanı hörülür, cin düyünü düşür. Eldi də, belə düzür düzəldir. Həmən axşam deyirlər, bütün ürəklər bir-birinə elə yaxınlaşar, elə yaxın olar ki, arasından su keçməz. Həmən gecənin yuxuları çin olar. Heç kəs yalan yuxu görməz. Kim neçə arpa boyu istəsə, o qədər böyüyər deyirlər. Uşaqlar da ona görə gözləyirlər. Küllü çərşənbədə nənələrin ətəyindən yapışıb atılıb düşürlər. Başlayırlar oxumağa. Gümüş kəmər belimdən, babam tutdu əlimdən. Boy verərsən boylanlam, soy verərsən soylanlam. Atıl matıl çərşənbə, atdan atıl çərşənbə. Küllü çərşənbə axşamı idi. Telli nənənin çox bilmiş nəvələrindən biri 100 arpa boyu böyümək istədi.
Sabah oldu, gördü yox, həmən su, həmən divəkli böyüməyib, kövrəldi. Dedi, nə oldu be ay nənə? Nənəsi də dedi, çox istəmirsən də, başına dönüm, çox istəmirsən. 100 arpa boyu çoxdur ha. Qabağında ölüm gümüş bala, darıxma. Bir də küllü çərşənbə gələndə, qızlar boyuna belə baxacaqlar, Küllü çərşənbədə deyir, ürəklər bir-birini döyər, bir-birini istəyər. Bəs elə ondan ötürü də deyiklilər, gözaltılar ilin axır çərşənbəsini gözləyərlər. İndi görək bu küllü sözü hardandır belə? Niyə küllü deyirlər çərşənbəyə? Qızlar ocağı təzəliyirlər, axşam ocağı qalayırlar. Ocaq qor eləyənə qədər hamısı yığılır ocağın başına, oda baxırlar, alxır istəyirlər. Ocaq qor eləyir, qor eşirlər. Qalxıb hərəsi bir ovuc un götürür, 2 ovuc duz. Qarışdırıb xəmir yoğururlar. Hərə öz kündəsini kündəliyir, kökəliyirlər, külə bastırırlar. Hərə öz deyiklisini ürəyində tutur. Duzlu kömbəni yeyib yatırlar. Su istəyirlər, amma içmirlər. Gecənin bir yarısında istəhlilər yuxulara su gətirərlər. Buna da deyirlər küllü çərşənbə. Deyir ilin ayın axır çərşənbəsində ağaclar dil açıb danışır. Hamısı bir-birini səsləyir. Çınar deyir palıdı çağırır. Palıd söyüdü. Gəlibsənmi deyir. Yerin bərkdimi? Bir Loğman varmış, dünyanın altından üstündən halıymış. Bir günün birində Loğmanın oğlu ağrı tapır. Loğman baş aça bilmir. İraq bizdən oğlu gözü görə-görə üzülür. Nə olacaq? Dava dərman tapılmır. İlin ayın axır çərşənbəsinə az qalınmış. Nə başınız ağrıdın? Loğman durna uğruna çıxır. Durna səsi eşidən kimi oğlun çıxarır durna səsinə. Yaz durnası deyərlər, qanadında yaz dumanı gətirər. Yaz dumanı da göylük gətirər, yaşıllıq, bərəkət gətirər. Oğlan durna səsi eşidib səksənir. Yaz dumanı gəlir, oğlanın üstünə yaz şeyi salır. Loğmanın əlində də bir dəstə qar gülü varmış. Qar gülü ətri ilə, durna səsi ilə, bir də yaz şeyi ilə oğlunu sağaldır. Sonra da qalır mat-məəttə. Başına dönüm deyir, ay dünya, sirsənmiş başdan ayağa. İlin bu axır çərşənbəsindəki hər şeyi belə canlanan gördüm. Sirsənmiş başdan ayağa. Ayın axır çərşənbəsində çillə keçirirlər. Qızlar bir evə yığılırlar, oğlanlar bir evə. Axır çərşənbədə hamı gərək dam üzünə kimi şaddana. Həmən çərşənbədəki qapı puskusuna çıxırlar. O gecə səhərə evlərdə xeyir söyləyirlər. Kəndin ətəyində, yarğanın qaşında yol düzəldirlər. Yolun bir ucunda eşib yarğanın altdan keçir. Buna da deyirlər dəlmə keçid. Axır çərşənbədə hamı dəlmə keçiddən keçir. Deyirlər həmin gecə sular da dəyişir. Sulara da deyirlər nəfəs enir. Böyüklü kiçikli gecənin bir gecə yarısında çay ətəyinə çıxırlar. Özlərini suya çəkirlər. Səmənilər göyərdi,
əl-ələ tutub oxudular. Səməni saxla məni, ildə göyərdərəm səni. Səmənilər də göyərdi, böyüdü, çəmənə çayıra qarışdı. Qarı nənənin də otu ələfi qurtarmışdı. Bir dənə keçisi vardı gözünün ağı qarası. Səmənilər həmən keçinin əlindən tutub yaza çıxartdı. Qarı nənə səmənisini öpüb gözünün üstə qoydu. Çiğni qalxa-qalxa güldü, dedi. Hə, mart gözünə barmağım. Pisli yetdin, pis oldun. Yaza çıxdı oğlağım. Deyirlər, ilin axır çərşənbəsində köhlənlər bircə kərə göyşəyər. Gecənin yarısında göyşək vurar. Kim həmən gecə köhlənin göyşəyin görsə, ayağı sınaqlı olar, əli bərəkətli. İgidlər də axşamdan kəstirərdilər köhlənlərin yanı. Ətəklərinə də daş doldurardılar ki, yatmasınlar. Bu da belə bir adətdir. Gözləyərdilər, amma heç kəs köhlən göyşəyin görməzdi. Yaz yuxusu aparardı onları. Səhər açılardı, üzünüzə xeyrən açılsın. Qocalar igidlərə söz atardılar. Hə, nə oldu? Köhlən yatırtdı sizi deyəsən. Sonra da öz başlarına gələnləri nağıl eləyərdi. Hə, bax beləcə, axır çərşənbədə köhlən köşəyini heç kim görə bilməzdi. Qızlar bir mis qaba su doldururlar. İğnələrə pambıq bükürlər ta saplığına kimi. Dilək diləyirlər. Ürəklərində bir at tuturlar. Gizli bir at. Əgər deylilər qovuşacaqlarsa, iğnələr dolanıb üz-üzə durur. Ürək fağırda başlayır çırpınmağa. Hə, indi çal dəmir qardaş, çal başına dönüm. Sevgidə, istəkdə elə sirlər var, sözlə deyilmir. Bu gözəlləmələr də elə ona görə yaranır. Axır çərşənbədən sonra yamaclara çıx. Oylaqlarını tanıya bilsən, nə deyirsən deyərsən. Yaz dumanı quzu otu gətirir. Nərgizlər salxımlanıb, qar gülü pardaqlanıb açılıb. Deyirlər, qar gülü dünyaya bənövşə üçün gəlir. Ondan ötürü də deyirlər, bütün çiçəklərdən tez çıxır ki, bənövşəni hamıdan qabaq görsün. Qarın altdan çıxıb yamaclara boylanır. Görür bənövşə yoxdur. Gündə 3 kərə ah çəkir. Onun üçün də deyirlər, qar gülü çıxan kimi yer yurt talalanır. Qar gülü ah çəkdikcə qış köynək əriyir. Çox gözləyir. Amma bənövşə gəlmir ki, gəlmir. Axırda nə olacaq? Ayrılıqdır da, qar əriyir, qarğın oynayır, qar gülünü sellər, sular aparır. Bənövşə gəlir, görür ki, qar gülü yoxdur. Ora baxır, bura baxır. Quzu otundan soruşur. Quzu otu deyir ki, səni çox gözlədi, ah çəkdi. Qarlar əridi. Bir də baxdıq ki, yoxdur. Necə gəlmişdi, elə də getdi. Bənövşə deyir, ağlayır istəklilərim. Başını salır aşağı, çəkilir kimsəsizliyə. El ovada ona mahnı qoşub oxuyur. Gec açıldın, tez soldun. Olmayaydın bari gül.
El-oba əkin üstə çıxır. Gəlinlər xonça tuturlar. Yazı bərəkətlə qarşılayırlar. Bir evin son beşiyi nənəsinin ətəyindən bir ovuc, babasının ətəyindən də bir ovuc dən götürür, atır torpağa, özü də oxuyur. Qara torpaq, ağ torpaq, bağça torpaq, bağ torpaq, bir attım, 5 götürüm, üzüm səndən ağ torpaq. Bir ovucda dolaşa payı tullayır. Deyir, mən qıydım, sən də qıy. Bu da əkin quşlarının payı. Sonra gözləyirlər, cücərti dumanı gəlir. Gəlir, yalın yamacın üstündən sürünüb keçir. Keçəndən sonra görürsən ki, yal yamac oldu gömgöy. Telli qarı yan basa-basa getdi Güləsər qarının yanına. Az dur az, qalx dedi. Hamı əkin üstədir, torpağa sovqatım var. Torpağın gözü açıqkən gedək pay ataq. Şükür yaz gəldi, özü də gör necə gəlir. Dırnağının gözünəcən bərəkət. Güləsər qarı ayağa durdu. Telli qarıya qoşulub əkin üstə getdilər. Şadlığa, şadyanalığa qarışdılar. Qabaqca torpaq götürüb, öpüb gözlərinin üstünə qoydular. Xoş gəlib, səfa gətirmisən dedilər. Sonra önlüklərinin cibindən dən çıxartdılar. Atdılar torpağa. Gözün bizdə olmasın dedilər, ay qara nər. Hər axşam adın anmışıq, bu da sənin payın. Oğlanlar körpülü yallı oynayırdılar, qızlar qız yallısı. Bir də gördülər, hay saldılar ki, telli nənə gəldi. Qarını aldılar araya ki, bəs şadlıq üstə gəlmisən, bayatı de oxu, oyna əl çəkək. Telli nənə əlini əlinə vurdu, dedi belə ömrünüzə calansın. Qızlarımız yıxıq evə dirəkdir, oğlanlarımız yağı gözünə tikan. İndi oynamayım, ha vaxt oynayacam. Bayaq sazandalar uzun dərəni çaldılar. Telli qarı bir əlini qoydu belinə, bir əlini də başının üstünə qaldırdı. Bir sındırdı ki, qız gəlin yalan oldu, telli qarı gerçək. Arada bir bayatı da deyirdi. Bayatılarını da o saat götürüb əzbər eləyirdilər. Mən aşıq oya nə var? Oy keçdi oya nə var? Yaz gəldi, çiçək açdı. Yay gələr, yaya nə var? Günlərin bir günü istəyili dinləyicilər, söz vaxtına çəkər, elə bu vaxtlarmış. Çoxdanın söhbətidir. Nə olacaq? El-oba bir qarnı ac, bir qarnı tox dolanırmış. Bir çoban varmış, 3-4 uşağı varmış. Arvadı da başdan alaseyrəymiş. Dünyada heç nədən xəbəri yoxmuş. Bir gün çoban qırıqdan sökükdən artırıb düyü alır. Biraz da pul verir arvadına ki, bəs saxla Novruzun payıdır. Artırdıqca 1-dən 2-dən arvadına verirmiş ki, saxla Novruzundur. Bugün sabah qapımızın ağzını kəstirəcək. Bir gün yenə çoban işinin gücünün ardınca gedir. Arvad da evdə eşikdə qurdalanır, baxır sənək boşdur. Alır çiyninə suya gedir. Sənəyi doldurub qayıdırmış. Görür bir kişi dayanıb onların evinə baxır. Deyir, elə Novruz bu olacaq. Soruşur, qardaş, adın Novruzdumu? Bu adam da kim imişsə, tülküdən 2 gün sonra anadan olunmuş. Bilir ki, iş var. Deyir, hə bacı, Novruz mənəm. Gəlmişəm. Arvad deyir, bıyı başına dönüm. Neçə gündür yolunu gözləyirik. Sənə verəcəyimiz var. Ərim elə hər gün deyir, Novruzun payını saxla. Buradaca dur, gedin payını gətirim. Gedir, çoban yazığın bir ildə artırdığın gətirir verir Novruza. Novruz da bağlamanı atır çiyninə, dabanına tüpürüb götürülür.
Hə, çoban axşam gəlir, arvad tez qabağına qaçır ki, bəs Noruz gəldi, payı necə deyirdin, eləcə qaldırıb verdin. Çoban bircə onu deyir ki, hansı səmtə getdi Noruz, ay ev yıxan. Arvad deyir, bax bu yana getdi. Çoban atın səyirdir. Hə, indi sizə kimdən deyim Noruzdan. Noruz bir mənzil getmişdi, bir də gördü bir atdı, elə gəlir ki, elə bir alıcı quşdu. Bayaq dedi, tülküdən 2 gün sonra anadan olmuşdu. Bildi ki, işi şuluqdu. O yana baxdı, bu yana baxdı, gördü yolun qırağında yekə bir qaya var. Tez bağlamanı atdı, yürüb qayanı qucaqladı, başladı qışqırmağa. Ay öldüm, ay öldüm, ay qaya üstümə açdı, ay yandım, ay öldüm, ay kömək eləyin, başına dönüm kömək elə yoldan ötən. Çoban tez atdan düşdü, girdi qayanın altına. Elə bildi doğrudan yıxılıb. Noruz da aradan çıxıb bağlamanı da götürdü, atın belinə sıçrayıb gözdən itdi. Çoban ondan sonra bildi ki, Noruz elə buymuş. Qayadan aralandı, gördü yekə köklü bir qayadır. Yıxıldı, açdı nədir, dağ kimi dayanıb yerində. Kör peşman qayıtdı evinə. Arvadı soruşdu, Noruzu gördün mü ay kişi? Çoban dedi, gördüm, yolu yaman uzaqdır. Atı da verdim ki, atla getsin, yorular. Xonçalar xonçalanar, şamlar çıxar yuxarı başa. Evləri eşliyə tökərlər, yer-yurt təmizlənər. Nənələr nəvələrinə qanoz paltar tikib oxuyarlar. Qurban olum yaz balam, söhbət balam, söz balam. Qanoz paltarınla get toylarda süz balam. Sonra babalar nəvələrini dizləri üstünə alırlar. Qarılar ağırdan bəri babalara söz atırlar. Saqqalınız yaşıllaşıb sabah yenə çallaşacaq. Bu yaz bayramını da gördük. Həmişə də belə xeyirlə görək. Babalar əllərini saqqalına çəkir. Torpaq deyir, ay qarı, alxış yetirər. Təki həmişə torpağı belə nəfəsli, belə sağlam görək. Onda saqqalımız belə yaşıl olar. Biz də balıq kimi, bilmirsənmi, balığınki sudur, bizimki torpaq. Yaz bayramında küsüllər barışmalıdır. Əgər barışmasa deyirlər, 7 il ürəyini kiridə bilməz. Yaz bayramında deyirlər, ürəklər bir-birinə elə yaxınlaşar ki, yadı qohumdan seçə bilməzsin. Bayram axşamını hamı evində keçirməlidir. Evində olmayanlar üçün pay ayrılır. Telli qarı da elə belə elədi. Bu dedi, əskərlikdəki oğlumun payı. Bu oxuyan oğlumun payı. Bu gözü süfrəmizdə olanın, bu da bizim payımız. Səməniləri süfrəyə qoyub başına dolanırlar. Yazımız bərəkətlə gəldi, bərəkət ətəkli olsun. Bir vaxtlar Dindidə heç kəsi çalıb çağırmağa qoymazdı. Sazı eləmişdi şeytan şapalağı, yaz bayramını da eləmişdi topal bayram. Dinənin dilinə vururdu, çalanın əlinə. Amma el-oba bayramlaşırdı, illərlə, yüzilliklərlə səməni göyərdirdi, yazı qarşılayırdı. Qorxurdu ki, səməni göyərtməsə, çəmən çayır da göyərməz. Hər ilin ayın axır çərşənbəsində durnanın uğuruna çıxardı. Durnanı odla qarşılayırdı ki, eldə obada od görsünlər. Od ocaq ətəyi bərəkət ətəyidir istəkliləri. İlin ayın axır günləri yadımda dumanlı, durnalı, ətirli bir gün kimi qalıb. Evimizin son beşiyi idim. Əlimdən tutub əkin üstə aparardılar.
Nənəm deyərdi, əlini vur əkinimizə qızıl bala, əlimi torpağa vurardım. Sonra kəndimizin əkini başlardı. Dolaşalar, əkin quşları qışqırardılar. Dağı daşı səksəndirərdilər. İlin ayın axır günü gözlərimiz qaşdaca qalardı. Durnaları gözləyərdik. Heç vaxt durnaları görənməzdik. Dumanın, çizginin içində səsinicə eşidərdik. Durnaların səsi gələn kimi muştuluğa qaçardıq. Ay baba, ay nənə, muştuluğumu ver, yaz gəldi, üz gözümüzdən öpərdilər. Qapılarda tonqal qalayardı, atlanardıq, elədən belə, belədən elə. Ağırlığım, uğurluğum, azarım, bezarım üstünə. Deyirlər, durnalar gələndə həmişə dimdiyində bir şey gətirir. Sümük gətirsə pisliyədir, sümbül gətirsə bolluğa. Hərdən deyirdilər, durnalar lələk saldı. Babam deyərdi, lələk barışıqdır oğul, gedənlərimiz gələcək. Durnalar dimdiyində sümbül gətirərdi. Kəndimizin üstündən keçəndə lələk salardılar. Biz də səs-səsə verib çığırışardıq. Ay durna lələ, ay durna lələ, bizə lələk tulla, bizə sümbül gətir, dən gətir, ay durna lələ. Nəvələr yenə də nənələrinin ətəyindən tutub deyirlər. Atıl, matıl, çərşənbə, boy verərsən, boylanma, soy verərsən, soylanma. Uşaqlar yenə durnanın uğruna çıxırlar. Durnaların səsini eşidən kimi eli obanı muştuluqlayırlar. Nəvələr də, nəticələr də nənələrinin gözlərinin qabağındaca arpa-arpa böyüyürlər. Olurlar imirzə yiyir. Yəqin xəbəriniz var. Yəqin halı oldu istəkli dinləyicilərimiz. Bu günlərdə Aşıq Şəmşirə, bizim Şəmşir dədiyə şərəf nişanı ordeni verdilər. Nəvə nəticələri yığıldıq Şəmşir dədənin yanına. Əvvəl-əvvəldən bayramlaşdıq. Biz dillə dedik, Şəmşir dədə sazla dedi. Sonra dedik sağlıqla ordenin, ay Şəmşir dədə. Köhnə ustadlardandır. Ələsgər dədəgilin yadigarıdır. Nə olacaq, o vaxtın qocaları da biraz kövrək olur. Şəmşir dədə də biraz kövrəldi, ürəkləndi. Adımızı anırlar dedi, sağ olsunlar. Eli əskik olmasın dedi. İstəklilərimiz, gəlin Şəmşir dədə ilə bir də göz aydınlığı eləyək. Sağ ol, var ol deyək, ay Şəmşir dədə. Əlin var olsun, 100 yaşayasan səni. Yazınız həmişə belə xeyirlə, xeyir xəbərlə, şadlıqla gəlsin istəkli dinləyicilərimiz. Həmişə muştuluğa döysünlər qapınızı. Yadımızdaykən onu da deyək istəkli nənələr, babalar. Bulağa bazar ertəsi də qulaq asa bilərsiniz. Arazla saat 20:30-da. İndi qardaşlar, Arazın yerin göstərin babalara, nənələrə. Bəlkə işdə gücdə olanlar oldu, vaxt tapıb qulaq asa bilmədilər bizə. Arazla dinləsinlər. Deməli, hər bazar ertəsi Arazla 20:30-da. Yəni, axşam saat 9-un yarısında. Verilişin rejissoru Ziyafət Abbasov, musiqi bəzəyi Fazil Əliyevimdir. Qələmə alanı Mövlud Süleymanlıdır. Sağ olun, sağlıqla qalın. Azərbaycan Radiosunun Qızıl Fondu.